Şah İsmayılın əcdadı Şeyx Səfiyyəddin 25 yaşında olarkən Şeyx Zahid Gilani ilə görüşür və onun müridi olaraq mürşidindən bilik, mərifət öyrənir və irfanın incəliklərinə, gizli sirlərinə yetərincə bələd olur. Səfiyyəddin ömrünün 25 ilini Şeyx Zahid Gilaninin xidmətində keçirərək mürşidinin qızı Bibi Fatimə ilə evlənir. Hələ Şeyx Zahid Gilaninin sağlığında onun canişini təyin edilir. Şeyx Zahid barəsində deyirlər ki, yuxuya çox az vaxt ayırarmış. Gündüzlər vaxtını oruc və gündəlik namazlar ilə, gecələr isə münacat və Quran oxumaqla keçirərmiş. Təriqətin əldə etdiyi gəlirə baxmayaraq, o öz zəhməti ilə ailəsinin dolanışığını qazanmaqdan əl çəkməzdi. Onun 100 min nəfərə yaxın müridi var idi. Şeyx Sədrəddin nəql edərmiş ki, babası Şeyx Zahid öz təkiyyəsi və evi üçün o qədər odun daşıyıbmış ki, çiynində şişlər yaranıbmış. Bu zəhmətkeş kişinin əynində bir köynəyi var idi və uzun müddət həmin köynəkdə gəzərdi və hətta anasının toxuyub ona göndərdiyi köynəyi və digər geyim əşyalarını da öz müridlərinə bağışlayardı. Yəni dünya malında gözü yox idi və ona sığınmış müridlərinin qayğısını daha çox düşünərdi. Rəvayət edilir ki, Şeyx Zahid ömrünün sonlarında daim oruç tutar, iftarını isə su ilə açardı. Şeyxin bu vəziyyətindən narahat olan müridləri onun üçün gözəl ətli yemək bişirsələr də, Şeyx yeməkdən imtina edərmiş. Tələbələrinin yeməyini öz yeməyindən üstün tutan bu şəxs oruclu halda dünyasını dəyişdi. Mənbə Müşfiq Bayramov və Kamal Mahmudovun müəllifi olduğu Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Şeyx Tacəddin İbrahim Zahid Gilani.